Şokolad dünyanın ən çox istehlak edilən qida məhsullarındandır. Şokolada həsr olunan kitablar, filmlər, hətta xüsusi olaraq qeyd olunan şokolad günü də var. Şəhərimizdə günü-gündən şokolad hazırlayan sexlərin sayı da artır. Elə onlardan birində biz də olub tünd şokoladın hazırlanma prosesində yaxından iştirak etdik. Tünd şokoladın işləməyin çətinliyi ondan ibarətdir ki, kakao kütləsi çox olduğuna görə tez bir zamanda donmağa və kristallaşmağa başlayır. Ona görə tez bir zamanda siz temperləmə prosesini keçib, yəni şokoladı 45 dərəcəyə qədər qaldırıb, əridib ki, onun tərkibindəki kristal quruluş dağılsın. Ondan sonra onu 32 dərəcəyə qədər daha möhkəm kristalik quruluşa malik olan, yəni kiçik şokolad, qəpik şokolad dediyimiz kolletlər vasitəsilə aşağı salmalısınız temperaturu. Şokoladlar əvvəlcə sobalarda lazımi temperatur səviyyəsinə gətirilərək xüsusi qablara doldurulur. Daha sonra soyuduculara qoyulur. Bu proses təqribi 15-20 dəqiqə vaxt aparır. Düzgün miqdarda istifadə edilərsə, tünd şokolad təbii antioksidant mənbəyi ola bilər. O, həmçinin bədəndə yığılan və sağlamlığa zərərli olan toksinlərin xaric olunmasına kömək edir. Şokolad temperləyəndən sonra, ondan sonra bunun formalara tökəcəyik. Bu bizim polikarbonat formalarımızdır. Plitka forması adlanır. Tünd şokoladın insan sağlamlığına faydaları olduqca çoxdur, lakin təəssüflər olsun ki, hər adam tünd şokolad yeyə bilmir. Elə onlardan biri də mənəm. Ona görə də hazırda ustamızın hazırladığı bu tünd şokolada meyvə qurusu əlavə edəcəm. Subliminə olunmuş burada bananlarımız var. Bu bananları şokoladın üzərinə bir-bir əlavə edəcəm. Mağazalarda şokoladın müxtəlif növləri satılır. Amma mütəxəssis deyir ki, onların 99%-i əsl şokolad deyil. Bəs əsl şokoladı necə tanıya bilərik? Əsl şokolad dedikdə tərkibində palma yağı, konservantlar olmayan, kakao kütləsi minimum 36-dən yüksək olan şokolad, südlü şokolad sayılır. Mütəxəssislər bildirirlər ki, faydalarından yararlanmaq üçün gündə 20-30 qramdan çox olmamaq şərti ilə ən az 60-70% kakao tərkibli tünd şokolad istehlak edilməlidir. İndi mən də moruqlu tünd şokoladın dadına baxacağam. Şəkərdən və şirniyyatdan imtina edə bilməyənlərin tünd şokoladdan istifadə etməsi tövsiyə olunur. Tünd şokolad yağ yandırıcı xüsusiyyətlərə malik olduğundan arıqlamağa, çəki atmağa da müsbət təsir edir. Gülnar İlqar qızı, Zaur Həşimov, Telesəhər.